Dostlar, gəlmişəm Daşı Baxala Deynikdir, soyuducu. Yuxarı işləyir, aşağı işləmir. Ev sahibi deyir, 3 gün bundan qabaq bir dənə usta gəlib, datçiki dəyişib, qarantiya vermişdi, işləyəcək, ancaq 3 gün işlədi, cəmisi işləmədi. Sonra bizə müraciət ediblər, gəldim, yoxladım, Daşı Baxala Deynik. Buzxananın içərisində bu hissəsində buzlama gedir. Buzlama gedəndə kanallar bağlanır. Kanal bağlanan zaman aşağı soyuducu hissəsinə, aşağı soyuducu hissəsinə soyuq vermir. Açdıq, təyin elədik. Burada tiploreli işləmirdi. Arxada timer işləmirdi. Bu ikisi ərimə işinə baxırdı. Vaxtında xaladeynin ərimə sistemi düzgün getmirdi. Yəni əridə bilmirdi ki, soyuqluq normallaşsın. Bu iki detalı dəyişəndən sonra soyuducu qəşəng işləməlidir. Qarantiya verdik 6 ay ərzində. Xarab olsa söz vermişik müştəriyə, gəlib düzəldəcəyik. Allah eləməmiş. Ancaq xarab olmamalıdır. Soyuducunu təhvil verdik, düzəltdik, gedirik. Yəqin ki, bizdən şikayət olmaz. Biz düzəltdiyimiz şeyləri hələ görməmişəm ki, bir dənə söz-söhbət olsun, qayıtsın. Desinlər ki, bu usta nəyisə düzgün eləmədi, işləmədi, düzgün düzəlmədi. Ona görə biz çalışırıq ki, qarantiya ilə düzgün soyuducuları təmin etməyə hər zaman hazırıq.